O toyda ki bu oxuduzsa, apar tulla o toyu. Hacı Şahinin sevimli qızı Fatimənin toyu haqqında yazıb. Hacı Şahinin qızının toyuna yazıb ki, apar tulla o toyu. Toyda Hacı Talih oxuyub, ona görə belə bir mənfi rəy yazıb. Təəssüflər olsun ki, Hacı Şahinin qızının toyu ilə bağlı mənfi rəy yazanları da gördüm. Təbii ki, çoxluq təbrik edir, amma mənfi, negativ rəylər yazanlar da var. Bu rəylərə keçməzdən öncə Hacı Şahinin sevimli qızı Fatiməni öz adımdan təbrik edirəm. Əziz Fatimə, xoşbəxt ol və Hacını sevən hər kəs kimi bu sevincə mən də qatılıram və negativ rəylərə qətiyyən fikir vermə. Çox qəribədir. Oğlu toy eləyəndə yazırdınız ki, İrana bomba atırlar, ayıb olsun, Hacı Şahinin oğlu toy eləyir. İndi qızı toy eləyir, yazırsınız ki, bu toyu apar tulla. Bir başqası yazır ki, Hacı Şahin belə toy eləməzdi. Bəziniz yazırsınız ki, musiqi haramdır, amma dini toyda musiqi var. Biri də qeyd edib ki, deyəsən, masanın üzərində araq da var. Yəni, hər söz yazdınız. Utanmırsınızmı? Ayıb deyilmi? Yəni, Hacı Şahini bu qədər sevirsinizsə, hesab edirsinizsə ki, Hacı Şahinə layiq toy deyil, bu qədər sevirsinizsə, onun balası haqqında necə diliniz gəlir belə mənfi rəylər yazmağa? Necə yaza bilirsiniz? Hacı Şahinin 4 övladı var və Hacı mükəmməl bir ataydı. Bütün övladlarını çox sevirdi. Amma niyəsə mənə elə gəlir ki, sanki Fatiməni daha özəl sevirdi. Bəlkə mənə elə gəlir. Çünki bilirsiniz ki, illərlə Hacının WhatsApp profil fotosunda Fatimə var idi. Bütün halda negativinizi tökməyin. Bütün halda mənfi rəy yazmağa tələsməyin. Sanki Hacı Şahinin övladları ilə bağlı bir tədbir olanda, bir mərasim olanda insanlar bir eyib tapmaq üçün baxırlar ki, burada nəsə bir səhv tapaq yazaq. Bəziləri musiqinin haram olması ilə bağlı hədislər də yazır. O hədisləri kimə yazırsınız? Kimə? Siz Fatiməyə mi, Hacı Şahinin övladına mı hədis öyrədirsiniz? Hə? Sizə İslamı öyrədib Hacı Şahin, siz indi onun qızına öyrədirsiniz. Sizcə Fatimə bilmir bu hədisləri, xəbəri yoxdur. Narahat olmayın. Hacı Şahinin övladları İslamı sizdən daha yaxşı bilirlər. Bir kəlmə Allah xoşbəxt etsin demək bu qədər mi çətindir? Hər şey bir yana, atasına xatir bir kəlmə Allah xoşbəxt etsin demək. O qədər mi çətindir? Niyə bu qədər mənfi rəy yazmağa həvəslisiniz? Nə verib siz ala bilmirsiniz? Sağlığında atası haqqında yazırsınız. Siz unutmuş ola bilərsiniz, biz unutmamışıq Hacı Şahin haqqında nələr yazırdınız. İndi də balası haqqında yazırsınız. Bəziləri də yazıb ki, bu kişi məclisidir, digər zalda qadınlar var idi. Qadınların içərisində başı açıqlar da olub, açıq geyinənlər də olub, musiqi olub, hətta rəqs ediblər, dəhşət. Hacı Şahin yaxşı ki, görmədi bu toyu. Necə diliniz gəlir belə yazmağa? Bunu yazanda nə qazanırsınız? Dediyim kimi, bir balaca, bir damcı əgər içinizdə Hacı Şahinə qarşı bir sevgi varsa, yaxud bir hörmət varsa, heç vaxt bunu yaza bilməzdiniz. Onun balasının xoş günü haqqında mənfi bir söz yaza bilməzdiniz. Hacı Şahinin övladları məsciddə böyüyüblər, bilirsinizmi? Tam bir müsəlman əxlaqı ilə böyüyüblər. Onlar dini, burada səhv tutanlardan qat-qat yaxşı bilirlər. Siz qətiyyən narahat olmayın. Nə oldu, bəyənmədinizmi? Sizin özünüzün toyu necə olmuşdu ki? Ayıbdır. Bir kəlmə Allah xoşbəxt etsin yazıb deyib keçə bilərdiniz. Onu belə bacarmırsınız.